Hazırda İranla ABŞ və İsrail birliyi arasında artan gərginlik regionda mümkün dəyişiklik ssenarilərini daha da aktuallaşdırır. Bütün bu baş verənlər fonunda Güney Azərbaycandan rəsmi Bakıya və qardaş Türkiyəyə ünvanlanan çağırışların sayı da artmaqdadır. Soydaşlarımız düşünürlər ki, İranda dövlət quruluşu dəyişərsə və mərkəzi hakimiyyət bölgələrə nəzarəti itirərsə, Azərbaycan Respublikası və Türkiyə dərhal prosesə müdaxilə etməlidir. Güney Azərbaycanlılara dəstək verməlidir. Bəs bu çağırışlar nə dərəcədə realdır? Belə bir ssenari baş tutarsa, Bakı və Ankara necə reaksiya verməlidir? Mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Əziz Əlibəyli cavablandırıb. Təbii ki, İranın suverenliyinin pozulması halında yeni geosiyasi vəziyyət formalaşacaq və dərhal belə şəraitdə böyük bir topluma malik olan aborgen kəsim sayılan Güney Azərbaycanlıların tali yüklü məsələlər ön plana çıxır. Şübhə yoxdur ki, Azərbaycanın da, Türkiyənin də bölgə ölkəsi olaraq planları var, amma ilk növbədə Azərbaycanın planı İranın bütövlükdə İran ərazisinin, bölgəsinin öz bölgəmizin sülh şəraitində yaşamasıdır. Bunu dünən Cənab Prezident İran Prezidentinə başsağlığı teleqramında bir daha dilə gətirdi və xarici siyasətin əsaslarını həmin dinamikaya və prinsiplərə söykənməsini də biz buradan görə bilərik. Amma unutmaq lazım deyil ki, bir dövlətin faktiki suverenliyinin pozulması, parçalanması, onun ərazisində dərhal müəyyən qarşıdurmaların, ərazi münaqişələrinin, toqquşmalarının meydana çıxmasına gətirib çıxarda bilər. Və bu artıq bu regionda yaşayan ölkələrin addım atmasını da zəruri edir. O cümlədən Azərbaycanın, o cümlədən Türkiyənin.